Hər vaxtınız xeyir Futbol Ofisi TV izləyiciləri, hər birinizi salamlayıram. Mən Elçin Cəfərov, transfer gündəmi verilişinin növbəti buraxılışı ilə qarşınızdayam. Hər zaman olduğu kimi bu dəfə də Azərbaycan futbolunda dönən transfer hərəkətləri ilə bağlı danışacağıq. Transfer qazanı qaynayır, bir sıra klublar çox önəmli transferlər həyata keçiriblər və potensialda yeni transferlər də var, perspektivdə daha önəmli transferlər var. Təbii ki, bunlar haqqında geniş danışacağıq. Təbii ki, bu işin peşəkarı olan FIFA agenti, Əsədov Pro agentliyinin agenti, meneceri İlkin Əliyev. Xoş gördük İlkin. Xoş gördük. Nə var, nə yox? Səni də çox sağ ol, hər şey yaxşıdır. Sən necəsən? Mən də şükür Allaha yaxşılıqdır. Biz də transfer gündəmini dəyərləndirmək istəyirik və bu istiqamətdə də müəyyən axtarışlardayıq. Görək hansı klub, hansı oyuncularla və təbii ki, bu prosesdə siz agentlərin bizim üçün çox önəm kəsb etdiyini qeyd etməliyəm. Bunu xüsusilə etiraf edirəm burada. Elə istəyərsən başlayaq müəyyən dəyərləndirmələrdə. Ümumiyyətlə, transfer gündəmi Azərbaycanda hal-hazırda klublarımız, xüsusilə Premier Liqanın da təbii ki, nəzərdə tuturam. Premier Liqada hərəkətlilik, transfer hərəkətliliyi Belə demək üçün, bu il sevindirici məqam odur ki, Avropa kuboklarda iştirak edən bütün komandalar transferlərini eləyirlər. Bəli, bəli. Yəni, Sonraya saxlamırlar. bəli, sonraya saxlamırlar. Sabah futbol klubu transferlərini elədi, Qarabağ elədi, Neftçi də artıq eləyib. Demək olar, ən azından onurğanı düzədiblər, yəni əsas transferləri eləyiblər. Zirə qınamıram, yəni Zirə biraz, yəni özləri də gözləmirdilər ki, konferansda oynayacaqlar, konferans liqasında, yəni çox kasad bir vaxtları oldu hazırlaşmağa, amma artıq ki, transfer ediblər və sevindirici məqam odur ki, mən Əsədov Pro Agency-də işləsəm də, buradan Kaspian Futbol Agency-ni də salamlayıram. Onlara bəli. Samir Əliyevi salamlayıram. Bəli, onlara scouting xidməti verirəm mən. Onlarla da bir yerdə verin, yəni artıq Zirə futboluna transfer elədik, bəli. Yəni bizə töhfəmizi verdi, necə deyirlər, Avropa kuboklarda oynayan komandalardan birinə. Xeyirlisi Allah'ın izinlə görək nə olur. Xeyirli uğurlu olsun və istərdim elə birbaşa Qarabağdan başlayaq. Qarabağın transfer strategiyası, ötən mövsüm çempionluğu itirilməsi, həqiqətən yeni mövsüm öncəsi, yəni çox ciddi transfer strategiyasını izlədik. Bir sıra oyuncularla yollar ayrıldı, hələ də ayrılacaq deyilənə görə. Və yeni transferlər 6-cı transferi açıqlamışdı və onlardan da biri təbii ki, Yamayka yığmasının üzvüydü. Rusiya klubundan səhv eləmirəmsə, o klubdan transfer edilmişdi. Ronaldo Sefas'tı. Ronaldo bu transferi necə dəyərləndirirsən? Ümumiyyətlə, Qarabağın transfer strategiyasını və edilən legioner transferləri. Keçən dəfə səninlə danışanda ilk verilişdə ikisi hələ ki transfer edilmişdi, amma bu gün onun verilişdən sonra maşallah bir 4-1, hətta davamı gələcək deyilir. Əslində mən sənə təşəkkür edirəm. Mən ona Ronaldo Sefas deyirdim. Sən sonra dinlədikdə o Sefas. Belə deyim, Sefas məsələn mənim özümə də maraqlıdır. Çünki niyə mən onu Ankara gücündə oynayanda izləyirdim. Və çox maraqlı bir burada nüans var. Məsəl üçün, mənim düşüncəmə görə, mən Sefasın özü ilə Ankara gücündə oynayanda maraqlanırdım. Yəni, özünə yazmışdım, agentlərinə çıxmışdıq. O dediyim o problem cavab ala bilməmişdik. Yəni, o vaxt onlar cavab versəydi, Qarabağa, Sabaha, Neftçi futbolçunu mən özüm təklif eləyəcəkdim. Eləyəcək. Bəli, çünki yəni, Yamaykadan belə deyək də, futbol səviyyəsini bilirəm. Yəni Yamaykadan olduğuna görə sürət var, o aydın məsələdir. Qaçış atletik oyuncudur. Təbii ki, yəni sən Usain Bolt'u nəzərdə tutursansa, yəni düz də vurğulayırsan. Amma mənim fikrimcə üçün, mənim özümə burada maraqlı bir məqam var. Əslində mənim öz düşüncəmi soruşursansa, buyur. Məsələn, mənim fikrimcə Qarabağ Sefası almağına səbəb Sefasın son belə deyək 7-8 turda göstərdiyi performansdır. Çünki mövsümün əvvəlinə gedəndə Qarabağ Sefasın transferini açıqlayanda və hətta ona görə transfer fi ödədiyini görəndə özüm də təəccübləndim. Çünki məsələn mən özüm bu mövsüm Sefası Qarabağa təklif eləməyə risk eləməzdim. Amma Bəxtiyar müəllimim, mən bildiyim qədər Bəxtiyar müəllim orada, yəni futbolçuların... Bəli, Bəxtiyar Musayevdir, scoutingdir və eyni zamanda Musa Qurbanov, Musa müəllim. Yəni hər iki şəxsin belə deyək də futbolçu seçiminə mən biraz
Sefası qoyaq kənara, bir haşiyədən kənara çıxacam. Yəni bu Musa müəllimin, Bəxtiyar müəllimin seçdiyi futbolçularla Qarabağ Benfica futbol klubunun Çempionlar Liqasında 2-0-dan 3-2 qalib gəldi. Hansı ki o Benfica futbol klubu o Qarabağın aldığı Portuqaliyadan futbolçular öz komandalarında olanda kubok oyununda Benfica onlara qarşı ikinci heyəti buraxır. Aha, Yəni kubok oyununda ciddiyə almırlar ki, yəni sözün yaxşı mənasında ki, həm futbolçuların yorğunluğunu nəzərə alırlar, yəni və rahat qələbəni fikirləşirlər. Amma Qarabağ futbol klubu möhtəşəm bir iş gördü. Yəni o çempionatdan belə deyək də Benfica'nın o futbolçuları almaq kimi nə düşüncəsiz, yəni ağıllarından belə keçmədiyi futbolçuları alırsan və Portuqaliyanın 3 böyük klubundan birinə sən onların meydanda 2-0 məğlub ola qalib gəlirsən. Bəli. Çox önəmlidir. Məsələn, mən özüm fikirləşirəm ki, Sefasın transferində əsas məsələ, yenə deyirəm, Sefasın son 6, 7, 8 tur götürəydi. Yəni göstərdiyi performansdır. Bəli. Məsələn, mənim fikrimcə Qarabağ hətta Sefasa görə pul da ödəyib. Amma Ankara gücüdən Sefas belə deyək də Ankara gücüdən Paris Nijni Novgorodda pulsuz getmişdi. Aha. Yəni Qarabağ mənim fikrimcə Sefas o dönəm alsaydı, o dönəm bu saat Sefasın özü Qarabağdan hansı bir Avropa klubuna gedəcəkdi. Yəni Çempionlar Liqası Qurban müəllim oyun, yəni möhtəşəm bir performans göstərəcəkdi. Zaten mövsüm daha möhtəşəm idi komanda. Bəli. Məsələn mən özüm həmişə demişəm, məsələn Qurban müəllim Benfica-nı udandan sonra, Jose Mourinho gələndən sonra gəlib baş məşqçi dedi ki, bizim Qarabağ uduzmağımız yəni mümkün bir şey deyil də. Yəni belə deyək, mən Mourinho-nu məsələn dahi bir məşqçi kimi sayıram. Mən sevdiyim məşqçilərdən birisidir. Amma Qurban müəllim orada nə dedi? Biz öyrənirik. Yəni Mourinho söz deyirsə, deməli bir bildiyi var. Halbuki Qurban müəllim rahat deyə bilərdi ki, necə yəni mən udmuşam. Amma yenə də o böyüklüyünü saxladı. Mən özüm də məsələn həmişə demişəm, öyrənməyə açığam. Mən Bəxtiyar müəllim, Musa müəllimdən ən azından bir gün bir çay süfrəsində oturub bu transferi eləməklərinə səbəb nədir deyə, yəni özüm üçün öyrənmək. Yəni hansı prizmalara fikir veriblər belə deyək. Üzr istəyirəm, sözünü kəsirəm. Futbol Ofisi TV vasitəsilə buradan mən dəyərli mütəxəssislərimiz Bəxtiyar Musayevə və eyni zamanda Musa Qurbanova buradan səslənirəm və sizdən bir xahişim var. Bizim gənc perspektivi daha yüksək görsənən İlkin Əliyevin səsinə səs verin, xahişim İlkin Əliyevlə görüşün. Mən buradan səslənirəm, İlkin Əliyev sizlə görüşmək istəyir və o imkanı yaradın. Çünki yenə deyirəm, mən öyrənmək istəyirəm. Ümid edirəm ki, xətrinə dəymədim, yəni bu formada mən müraciət etdim. Gözləmirdim. Belə deyim, mən öyrənməyə açığam. Çünki və öyrənməyi də elə bir insanlardan istəyirəm öyrənim ki, ən azından onlardan faydalana bilərsən, bəhrələnə bilərsən. Yenə deyirəm, Sefasın Ankara gücündəki performansına görə, məsəl üçün də, bax, Nefsi Abubakar alıb, düzünmədən keçmədən. Yəni, Abubakarı almaq üçün scouting eləmək ehtiyac yoxdur. Yəni, kim məni inandıra bilər ki, mən scouting elədim, bəli, mən seçdim, Abubakarı gətirdim. Amma onu bura gətirmək çətin ola bilər, amma onu seçib, nə bilim, araşdırıb gətirmək müdüzgündür. Məsəl üçün, Nefsi Saldanyanı gətirmişdi. Bəli. Saldanya, bəli, o scouting işdir. Saldanya gəldi, səhv eləmirəmsə Çinin 2-ci liqasına gəlmişdi. Sonra Samir Buqrin var idi. Bəli, yəni möhtəşəm bir scouting nəticəsi. Yəni adam gəlir. Yəni ad olaraq amma Abubakarı məsələn sən gətirirsən. Yox, brenddir, adam dünya futbolunda brenddir. Sən orada deyə bilməzsən ki, məsələn mən scouting elədim, seçdim ki, Abubakarda nə var. O baxımdan yəni məsələn yenə deyirəm, Bikali olsun, Duran olsun, yəni Benfica yenə deyirəm də futbol dağılsın, təzədən yaransın, yenə də oyunçulara maraq göstərməyəcəkdi. Bəli. Amma Qarabağ bu futbolçuları alır və gedir Benfica-nı udur. Burada demək nədir? Deməli öyrənmək lazım. Əlbəttə. Və o prizmanı mənə çox maraqlıdır ki, məsələn Bəxtiyar müəllim, Musa müəllim Sefasda bu mövsüm nə görüblər ki, onu Qarabağa alıblar. Yəni çünki mən bilirəm ki, bu transfer varsa %100 faydalıdır. Yəni Sefas burada belə deyək də Paridə bilmirəmdir Rusiyanın özündə təzə gələndə orada mentalitetə mi deyim, mədəniyyətə mi öyrəşmək bir prosesi keçənəcən. Yenə deyirəm, mövsümün ilk fazasını götürəndə Sefas yaxşı futbol oynamayıb. Amma son 8-9 turu götürəndə və bir kəlmədə deyim, məsələn, Leandro Andrade getdi Qarabağdan. Yəni mən bunu burada deyirəm. Bəli, ekskluzivdir. Amma burada deyəndə ekskluzivdir nə? Ekskluzив. Yəni o da təcrübə əsaslanan bir şeydir. Üçüncü verişdə deyəcəm onu ekskluzив. Mənim fikrimcə Leandro Andrade maksimumunu Qarabağda artıq elədi. Yəni nə baxımdan? Yəni Leandro Andrade Qarabağda doydu. Yox, Qarabağda doydu yox. Onun maksimumu, hər bir futbolçunun bir maksimumu var da. Ondan yəni maksimumunu verdi. Onu ən maksimuma qaldırdı. Yəni mən inanmıram ki, Leandro Andrade bundan sonra hansısa bir elə bir sıxıb şirəsini çıxardı. Yəni son ana qədər şirəsini çıxartdı
və artıq yəni şirəsi çıxmış bir Leandro Bax, belə deyim gedir də də, belə deyək. Hazard Chelsea-dən Reala gəldi. Onun şirəsini Chelsea-də çıxartmışlar. Amma Leandro Andrade'nin bir leveli var. Qurban müəllim Leandro bir futbolçu kimi o levela qaldırdı. Və oradan da Yəni ora mənim kimdə fikrimdə istifadə Leandro elədi? Andrade Bəli, bəli. bir sistem futbola düşdü. Qurban müəllim ona öz istədiklərini ötürə bildi və ondan da aldı. Amma Leandro yəni mənə çox maraqlıdır ki, Qarabağdan indi hansı kluba gedəcəksə uğurlar olsun ona. Yəni mənim fikrimcə Qarabağda qazandığı o uğuru, göstərdiyi performansı bundan sonra heç bir klubda göstərə bilməyəcək. Yəni mənim fikrimdir, yəni deyirəm. Əslində tək yanılım, çünki bir futbolçudur, yenə deyirəm, getsin göstərsin. Yəni mənim fikrimdə Leandro maksimumunu burada elədi. Aha. Və Qarabağın digər transferlərini Savodur, Muhaddibdir, ujadını da bilirəm. Muhaddibi keçən Savo mən çox yoldaşlıq görüşündə çox bəyəndim. Yəni keyfiyyəti olan bir oyunçudur. Yəni Savonun keyfiyyətini qoyuram qırağa. Sən illər öncə izləmişdin zaten. Bəli, amma bir tərəfdən də sağ olsun o rəqib komandanın qapıçısı da biraz böyük səhvlər edirdi. Yəni, amma doğrudan da təcrübə var. Bu cür maçlarda uyğunlaşma baxımından da yaxşıdır. Bir növ bizi Juninho'nun yoxluğunu unutduracaq bir futbolçu. Ondan bir görüntülər hiss elətdi bizə. Və Lobotka gəldi deyəsən. Bəli. Yəni indi mən Sefası qoydum qırağa. Desəm ki, Lobotkanın özünə də çıxmışdıq. Amma Lobotkada bir misal var idi. Onun agenti ilə də danışmışdıq. Sadəcə yenə deyirəm, bax o fazalar var. Biz də öyrənirik, yavaş-yavaş yaxşı mənada. Məsələn, bugün eksklüziv dedim də, biz 3-cü verilişi gözləmədim, artıq eksklüziv sözünü deyirəm burada. Buyur. Biz Türkiyənin birinci liqasına, yəni PTT birinci liqasına, biz də bir skauting eləyib İsveçrədən bir futbolçu artıq demək olar transfer eləmişik. Oo, nə gözəl, nə gözəl. İsveçrədən bir futbolçunun yəni yaşı 20-dən də. Adı nədir? Onlar qalsın Allahın izni ilə konkret rəsmiləşəndən sonra elə sizlər də görəcəksiniz. Elə əmrini sən biləcəksən. Mövqeyi nədir? Mövqeyi sol winger. Sol winger. Bəli. Türkiyənin yəni ikinci liqası. Mən də buradan bir sürpriz eləyim, o komandanın adını açıqlayım sizə. Yəni Türkiyənin belə deyək də birinci liqasında 20 dənə klub var. Əslində deyəsən 18-dir. 18 dənə klub var. Bəli, 18-dən indi birini desən Manisa. Yəni niyə də olmasın? Iğdır. Niyə də olmasın? Hər bir halda uğurlar. Təbrik edirəm bu transferə görə də Əsadov Pro agentliyi olaraq çox önəmli bir iş gördünüz və zaten şüar bəlli idi. Sizlər daha qlobala işləmək, daha qlobal işlər görmək. Odur ki, uğurlar diləyirəm və Qarabağla bağlı deyəcək bir şeyiniz varmı transferlə bağlı? Bugün Qarabağa hansı mövqeyə oyuncu lazımdır? Məsələn, sən olsan hansı mövqeyə təklif eləyərdin? Mütləq qaydada mərkəz müdafiəçi. Mərkəz. Bəli, onunla da bağlı səhv eləmirəmsə danışıqlar da gedir. Yeni bir transfer axtarışındadılar. Hətta son mərhələdədir və bəlkə də 2 günə sonra, bəlkə də elə bizim efirə getmədən öncə verilişimiz bəlkə də açıldı. Biz 2 gün öncədən çəkirik verilişi, onu qeyd edeyim. Uğurlar diləyirik Qarabağa və keçək Neftçiyə. Neftçi də təlim məşq toplanışındadır, Sloveniyadadır və Neftçi də transferlər eləyir, arda-arda isimləri açıqladı, legioner transferləri açıqladı və davamı olacaq böyük ehtimalla. Sən hansı mövqelərə daha transfer lazımdır və Neftçi ilə bağlı əldə etdiyin bir eksklüziv nəsə varmı? Onu deyənəm, mənim də Neftçi azarkeşləri yaxın əyləşdim, Varqasla bağlı əldə etdiyim son eksklüziv xəbəri diqqətinizə çatdıracağam. Neftçi haqqında bir söz deyim, yəni keçən verilişdə nə bildin? Yəni Neftçiyə mənim bağlılığım tamamlaşırdı. Neftçi ilə bağlı sevindirici xəbərlərdən biri Aslan Şirinovla bağlıdır. Çünki o futbolçunu, yəni mən şəxsən özüm Neftçinin Dublindən skauting eləmişəm. Bəli. Və bugün əsas komanda ilə Sloveniyadadır. Bəli. Yəni sevindirici bir haldır. Yəni bunu özüm üçün uğur bilirəm. Çünki əfsuslar olsun ki, Azərbaycanda biraz əvəzlərdən əsas komandaya düşmək çox çətindir. Əslində bu legioner limiti yığışdırandan sonra çox çətinləşib. Amma Aslanı verindib götürəndən sonra inanın ki, çox sevindim və yenə deyirəm, sözün yaxşı mənası özümlə fəxr elədim. Yəni mən bu futbolçunu seçmişəm və bugün Sloveniyada Neftçinin əsas komandasındadır və Neftçinin əsas komandasında bugün mənim futbolçum varsa, mənim üçün yəni həzdir. Yəni buradan da Aslan uğurları özünə də demişəm. Yəni təbii ki, indi hamı can qoyur. Yəni hamı 5 hazırlaşanda sən 10 qasmalısan, 15. Yəni bu sənin bir şansındır. Allah qoysa inanıram ki, çünki onda o potensial var, ondan faydalanacaq. Neftçi haqqında nə deyə bilərik? Qravlonu aldılar. Təcrübəli müdafiəçidir. Mütləq lazım idi. Stoperə transfer mütləq idi. Bəli.
mütləq idi, amma mənim fikrimcə təkrar Yenə də ondan, lazımdır. bəli, kifayətlənmək olmaz. Çünki Bəli. bir dənə bax keçən verilişdə dedim, bilmirəm Neftçi rəsmiləri verilişə baxacaq yoxsa yox. Baxıblar. Baxırlarsa nəsə xoş bizim halımıza. Bəli, bəli. Mənim fikrimcə keçən il Vernudub Mustafa Seka çox da güvənmirdi. Yəni bilmirəm indi buradan demək asandır, orada müəyyən bir büdcə var. Çünki Neftçinin aldığı futbolçuda 5 milyon minlik deyil, bir yansı büdcələrdir. Yəni limitdə nəzərə alaraq limit yığışdırılsa belə 17 futbolçudan artıq almaq olmaz. Yəni bəlkə də futbolçu sayına görə almırlar, amma Verendubun özünə qalsaz mənim fikrimcə sol cinah müdafiəçisi %100 olacaq. Sola bilirsən kimi düşünür bu mövsüm? Xeyr. Rüfət Abbasov üzərində çox işləyəcək. Əslində doğrudan mən Mustafa Seklə keçən mövsüm keçən danışanda Rüfət yox idi, bəli, transfer doğrudan artıq bitibdi. Yəni Rüfət Abbasov, yəni Vernudub hər şeyi qoy bir kənara, deyib Rüfət Abbasov mənim əsas sol cinah müdafiəçimdir. Yəni mən yenə deyirəm, mən keçən verilişdən prizmasından da Rüfət onda gözəl transfer olmamışdı. Bəli, Rüfət varsa artıq orada komplet qapısı mövqeyində Rıza da qayıtdı. Bəli. Rızanın deyilənə görə müəyyən danışıqlar apardı, komandalar var, xüsusilə legioner həyatı yaşamaq üçün. Ola bilsin ki, o ayrılıq olar. Əslində Rızanın getməyi bir tərəfdən təbii ki, itkidir. Amma bir tərəfdən Azərbaycan futbolunun qazancıdır. Bəli, forma geydirir. Rıza gedəndən sonra da Emil Balayev var, Kənan Piriçin. Keçən mövsüm əgər Emil Balayev, ki açıq deyə də bəlkə keçən mövsüm Emil Balayev 3-cü qapısı idi. Çünki Rıza Cəfərov, Kənan Piriç, Rıza, amma Emil gəldi 1-ci qapısı oldu. Emil təcrübəlidir. Sadəcə ona zədələr imkan vermirdi. Əfsuslar olsun ki, Emil bu saat elə Avropanın zaten getmişdi Almaniyaya. Yəni o potensialın da sahibi idi. Zədələr imkan vermədi, karyera alınmadı. Yəni amma ən azından sevindirici məqam odur ki, bu saat Neftçinin, yəni yenə deyirəm, mövsümün əvvəli bəlkə də 3-cü qapısı kimi fikirləşən qapısı, mövsümün sonunda Neftçinin əsas heyət qapısı oldu. Bu da yenə deyirəm də bir futbolçu üçün möhtəşəm bir göstəricidir. Yəni insan mövsümün başında qəbullanmadı ki, mən 3-cü qapısıyam. Vuruşdu, məşqlərdə özünü göstərdi. Kənan Piriçin hansısa bir səhvlərini Emilə verilən şansdan istifadə elədi. Qarabağın oyunda meydana çıxdı. Neftçinin 2-1 qələbə qazanmağında rol oynadı. Pay sahibi oldu və mənim fikrimcə bu mövsümün əvvəlində də kapitanlığı qoyaq. İndi Emil Mahmudov ən əsas oldu. Mənim fikrimcə Emil Balayev ən azından mövsümə ilk qapısı kimi. Müqavilənin müddəti də uzadıldı bu arada. Yəni o da önəmlidir. Mən isə Vargasla bağlı Neftçi azarkeşlərinin çox böyük maraqla gözlədiyi və mütəmadi sosial şəbəkə hesablarında, paylaşımlarımızda Vargas nə oldu, Vargas transferi niyə belə çətinə düşdü, düyünlənib və s. bu barədə çox yazırlar. Mən istərdim bu barədə ilkin icazənlə sən də əlavələr etsən, eləyərsən, bir kəlmə əldə etdiyim özəl xəbərləri, məlumatları diqqətə çatdırım. Ötən mövsüm Vargas transfer edilərkən təbii ki, bir qapalı qutuydu. Yəni ümumiyyətlə Azərbaycan futbolunun transfer edilən legioner oyunçuların əksəriyyəti qapalıdır. Yəni bilmirsən tutacaq, tutmayacaq, onun bura uyğunlaşması var və s. və komandanın oyun planına uyğunlaşacaqmı? Bu da çox önəmli detaldır. Amma və bu transfer müddətində təbii ki, onun məxsus olduğu İsrail klubu müqaviləyə 900.000 avro, dollardır və yaxud da avrodur, səhv eləmirəmsə, bir bənd qoyur ki, yəni bunu ödəyən mövsümün sonunda klubla danışıqlar aparmadan sərbəst transfer eləyə bilər. Vargas mövsümün əvvəli heç yaxşı təsir bağışlamadı. Samir Abbasovla o istənilən oyunu oynaya bilmədi. Yarım müdafiənin mərkəzində oynayırdı. Biraz ürkək idi, qorxaq idi. Yəni hətta azarkeşlər də belə deyirdi ki, buna oyunçudur transfer edilib, heç özünü göstərə bilmir və s. Bu barədə çox şikayətlər eləyirdilər. Amma Vernudubun gəlişindən sonra komandada ab-hava ümumiyyətlə dəyişdi. Futbolçuların özünə inam hissi qayıtdı. Futbolçular özlərini hiss elədilər ki, biz Neftçidə oynayırıq və bizim keyfiyyətimiz budur. Və Vargası nə elədi Vernudub? Hücumda oynatdı və sərbəstlik verdi. Və ona sərbəstlik verdiyi təqdirdə isə psixoloji olaraq, mental olaraq və özünü də göstərməyə başladı və son, səhv eləmirəmsə, 2 ayda yəni çox fərqli işlər görməyə başladı və nəticə etibarilə bir anda Neftçi azarkeşlərinin sevimli oyunçu profilinə çevrildi və çox önəmli hücum fazasında işlər gördü və təbii ki, deyirlər ki, Neftçi niyə 900.000 ödəmək? Etiraf eləyək ki, bu günlərin o 900.000 avronu ödəmək,
Yəni yenə də elə düşünürəm ki, riskdir, nə baxımdan. Yəni Vargas yaxşı oyuncudur, amma 900 minlik oyuncu deyil də. Yəni indi açıq etiraf eləyək də. Yəni 400 min, 500 min tamam. Amma 900 minlik, 1 milyonluq, milyon yarımlıq oyuncu deyil. Yəni bunu da etiraf eləyək. Vargasla bağlı bir məsələn, Vargas hal-hazırda İsrail klubuna çox ciddi şəkildə təzyiq göstərir. Məni aşağı qiymətə buraxın gedim. Mən Neftçiyə getmək istəyirəm. Mən Neftçidə oynamaq istəyirəm. Neftçi ilə nəfəs alıram. Və mütəmadi də Neftçinin hətta sosial şəbəkə hesablarında izləyir, Azərbaycan mediasında izləyir. Bu nələr yazılır, nələr çizilir və bir onu bilirəm ki, Vargas mütəmadi şəkildə İsrail təmsilçisinə baskı eləyir. Məni göndərin, məni buraxın, gedim. Anlaşın, ortaq qərara gəlin və hal-hazırda Neftçi rəhbərliyi bu istiqamətdə danışıqlarını aparır. Yəni böyük ehtimalla alınma ehtimalı da yüksəkdir, amma bir sual işarəsidir. Yəni amma bu gün Neftçi rəhbərliyi İsrail təmsilçisi ilə ciddi şəkildə danışıq masasında oturub hal-hazırda bu istiqamətdə danışıqlarını aparır. Çünki futbolçunun da arzusu, istəyi Neftçidə oynamaqdır. Vernudub da onun gəlişini gözləyir. Təbii ki, bəzi məşqçinin bir sıra məsələlər də məşqçinin istəyindən asılı deyil. Yəni elə məsələlər var ki, bu maliyyə məsələlərinə dayanır. Təbii ki, məşqçilər istədiyi oyuncunu da gətirmək deməyə mənada biraz çətinlik yaradır. Yəni uzun sözün qısası, Vargasda hal-hazırda Vargasla bağlı Neftçi rəhbərliyi danışıqlar aparır, qiyməti aşağı salmağa çalışırlar. Yəni belə deyək də Boca Juniors, River Plate-dən təklif gəlməsə, belə ehtimalla razılaşdıqları təqdirdə Vargas Neftçinin yolunu tutacaq və Neftçiyə transferi üçün mən gün sayır və hətta onu da deyə bilərəm. Burada problem sənə deyilsin. Bax, əslində Vargas'a Maccabi 9.000 avro, dollar fərqi yoxdur. İndi qoyubsa qiymət, çıxış qiyməti artıq Vargas'ın səviyyəsini göstərir. Burada bu məsələnin bu vəziyyətə çatmağında səbəb əfsuslar olsun günahkar Neftçidir. Mən deyim niyə? Sən Neftçi olaraq Vargas'ı alırsan. Əla. Oradan 500-900 min yerdə. Sən axı klubun içindəsən, axı klubda belə deyək də maliyyəni idarə edən, nə bilim, menecer, ora-bura, administrator, bu pul ayrılır da, düzdürmü? Bəli. Vargas'a çıxış bəndi 9.000 dollar qoyulanda, görəsən keçən mövsüm Neftçinin hansısa bir əməkdaşı, bu transfer eləyən bir əməkdaş, menecer, sual veribmi ki, bu 9.000-i biz qoyuruq, axı gələn ödəyəməyəcəyik bu pulu. Bu sualı veriblərmi? Mən belə başa düşdüm ki, verməyiblər. İkincisi, bəlkə də Vargas'ı alanda özləri də düşünməyib ki, Vargas'ı gələn il biz almaq istəyəcəyik. Yəni Neftçinin son illərdə elədiyi transferlərə bax. Alexis Kuchman gəlib 3 illik kontraktı var. Vernudub onu oynatmır. Amma göndərmək də çətindir. Neçənci dəfədir artıq Neftçi bir transfer mövsümündə 5 dənə, 6 dənə futbolçunun müqaviləti 2 il, 3 il olduğuna görə cibindən əlavə pul ödəyir. Yəni kassasından da belə deyək də. Və futbolçunu məcbur göndərir. Milano. Şinyaşiki 3 milyon euro Amerikada qiyməti vardı. Şinyaşikini aldılar. Şinyaşikini alandan sonra. Şinyaşiki indi bu saat Balqaristanda, orada, burada Neftçidən sonra. Yəni Neftçiyə gəldi. Yəni sübut olundu ki, transfer marketdə yazılan 3 milyon. O demək deyil ki, sən güclü futbolçusun. Əlbəttə. İndi Vargas söhbətində də ona qayıdırıq. Yəni deyirəm, Maccabi əslində Vargasda o potensialı görüb 9.000-i qoyub. Neftçi amma özü inanmayıb ki, biz Vargas'ı gələn mövsüm alacağıq. Fikrimizi atdıra bildim. Yəni bu söhbətə çatırsa, o ki qaldı 9.000-ə, sən deyirsən 9.000-lik oyuncusu deyil. Artıq bazar dəyəri dəyişir. Vargas yeri gəlsə bu mövsüm Vernudubdan görsətdi ki, 9.000-lik oyuncudur. 9.000-lik oyuncudur. Və sən inanırsanmı Neftçinin belə bir deyək də 9.000-i yoxdur. Mən hansı prizmadan deyirəm, amma mən pullarını bilmirəm. Amma hər mövsüm bir futbolçunun 3 il gətirmişəm, onun müqaviləsini pozmaq üçün elə verilən pulları sayında 9.000-dən çox eləyir. Bu reallıqdır da. Bəli. Məsəl üçün, futbolçunu gətirib bir mövsüm oynatmayıblar. Gətirdilər, oynatmadılar. Melano'nun özü məsəl üçün. Melano burada olmasa 9.000 qazanmasa da 300-400 min qazandı. Bəli. Melano tipində 4 dənə futbolçu götürəndə bu artıq 1 milyondan çox eləyir. Amma mövsüm ərzində gözəl performans göstərsə, yəni mövsüm ərzində demək də Vernudub gələndən sonra. Bax, bir gözəl vurğuladın. Vargas sərbəsti, Bellingham Real Madriddə. Xabi Alonso'nun vaxtında oynayamadı. Arbelo'nun vaxtında artıq bəli. Amma İngiltərə millisində ona o sərbəstliyi verdilər. Sərbəstliyi verən Deschamps Mbappe'nin özünü götür. Mbappe elə bir sərbəstliyi verib ki, yəni hücumçu kimi oynatmır da. Mbappe hər yerdədir. Wingerdə oynayır, hücumda da oynayır. Yəni
bəzən elə bir futbolçular var ki, onların nazı ilə oynamalısan. Vargas o tip futbolçulardandır. Bəli. Vargasın Vernudub Abbakarı ehtiyat oyuncular skamyasında saxlamağa cürət edən adamdır. Cürət elədi və belə deyə də soyunub geyinmə otağında söz-söhbət düşmədi. Çünki ədalətli bir seçim elədi. Yəni Abbakar, yəni yadıma gəlir Sambu zədələndi. Sambu yoxdur, bir dənə hücumçu qalıb Abbakar. Emil Səfərov hücumda oynadır. Emil Səfərov keçir arxaya, Vargas keçir hücuma. Yəni möhtəşəm bir sistem yaradı. Yəni Neftçinin son illərdə elədiyi ən uğurlu transfer Vernudubdur. Əlbəttə. Çünki Vernudub mövsümdən əvvəl gəlir. Bax məsələn bu il Mövsümdən əvvəl gəlsə tam fərqli olar. bax aldılar hücumçu var ha. Əslində aldıqları hücumçu son mövsüm daha çox winger oynayıb. Okey, indi Vernudubun bir baxışı var. Yəni mən bilirəm ki, Vernudub onu hücumda da oynada bilər, winger də oynada bilər. Bəli. Mərkəzdə də oynayır. Bəli, amma yenə deyirəm, Neftçi burada Vargasın bu transferinin düyünə düşməyəndə bir dənə səbəb varsa, əfsuslar olsun ki, o da yenə deyirəm, Neftçi onu alanda Mövsümün əvvəlində düzgün dəyərləndirmə. yəni bir nəfər ən azından sual verməli ki, baxın dostlar, Neftçi ailəsi biz futbolçunu alırıq. Yəni icarəyə götürürük. Burada gələn mövsümə 9000 yazılıb. Biz ya bunu elə belə qoymuşuq ki, onsuz da alan deyilik. Yəni 9000'imiz yoxdur. Zaten biz bu söhbət eləyirik, yoxdur 9000'ləri. Ya da ki onsuz da alan deyilik. Yenə deyirəm də gələcək bir ildən sonra təzədən qayıdar Makkabiyə. Bu düşüncə ilə amma Vargas gəldi, özünü göstərdi. Hələ sağ olsun ki, Vargas bu saat haqlı olaraq. Doğru. Yəni Neftçi artıq onun üçün yəni yenə deyirəm də o karvana vurduğu qol artıq Instagramda nə qədər reels videolar nə qədər izləndi. Yəni Vargas özü də başa düşür ki, Vernudub, bəlkə də Vernudub getsin bu saat. Vargas Makkabiyə deyəcək ki, qayıdımın Amerika alım sizdə. Bəli, ola bilər. Yəni odur. Yəni müxtəlif dəyərləndirmələr təbii ki mövcuddur bundan bağlı. İndi bu transferin də amma hal-hazırda Neftçi rəhbərliyi bu istiqamətdə cəhdləri var və daha da artırıb bu istiqamətdə. Mən inanmıram ki, Neftçinin, yəni açıq deyirəm buradan, o pulu vermək iqtidarında olmamağına inanmıram. Sadəcə problem bizə nədir? Məsəl üçün deyirəm də, Ştogrin, yadıma gəlir Ştogrin gələndə. Oradan nə vurdular, oradan dedim ki, Ştogrin bura gəlir. Yəni buradan Real Madridə gedəcək Ştogrin. Açıq da yəni üçün elə bir təqdimat oldu ki, Ştogrinə ki, mən dedim bundan oynası yoxdur. Dəhşətdir də. Bəli, indi məsəl üçün Vernudubun özünə qalsa, bəlkə də Ştogrin Ukraynalı olmasaydı. Bəli. İndi o da insandır da, vətənpərvərdir, müharibədə mən bildiyim qədər iştirak eləyirdi. Yəni əlbəttə. Amma Ştogrini məsələn özündən olsa, Ştogrinin ona bəlkə də ehtiyac yoxdur. Yəni harda oynadacaqsan sən? Ştogrini bəlkə də saxlayıb sadəcə olaraq məsələn də Rüfətlə Mustafa Sek olmayanda sol cinah müdafiəçisi, Saka olmayanda sağ. İndi Aslana Allahın izni ilə inanıram ki, şans verəcək ən azından yerli çempionatda. Yəni yerli oyunçularımız. Əfsuslar olsun ki, yenə deyirəm, Neftçidə mən demişəm də, yəni bilirsən, dəfələr təkrar edirəm, Neftçi mənim yaralı yerimdir. Yəni son illər transferlər, bax bu il yenə deyirəm də Vernudubun gəlməyi ilə bu il transferlər səhv deyildi və bəlkə də bundan əvvəlki dövrdəki transferlər də səhv deyildi. Baxış açısı səhv idi. Baxış açısı, bəli. Baxışı artıq düzəldəndən sonra, bəli. Məsəl üçün Santa Clara'dan oyunçu aldılar da. Möhtəşəm oyuncu. Yəni yenə deyirəm də bir profil gəlir Azərbaycana və adam Portuqaliyanın əsas liqasında Sportingə qol vurub. Yəni o artıq bəsdir. Yəni Portuqaliyanın əsas liqasında oynayırsan və Sportingə qarşı onu scouting eləməyə ehtiyac yoxdur. Sadəcə transfer marketdə az baxırsan ki, bütün oyunları 90 dəqiqə oynayıb. Yəni artıq səviyyə bilinir. Aydın məsələdir. Hər bir halda uğurlar arzu edirik Neftçiyə də və gələn mövsüm 90 illik yubiley Neftçinin və əsas hədəf prioritetdə çempionluqdur. Yəni gələn mövsüm çox maraqlı çempionat izləyəcəyik, onu bir də bilirəm. Mən üzr istəyirəm, olar mı deyib çempionatı necə istəyərdim maraqlı. Bəli. Bu arada üzr istəyirəm. Mən nəyə görə tez telefonlara baxıram? Çünki xəbərlər gəlir, transferlə bağlı müəyyən məlumatlar gəlir. Onu izləyirəm. Ona görə bir gözümdə telefondadır. Yəni hörmətsizlik kimi anlamayın. Bax Esin, 12 dənə komandamız vardı çempionatda. Bəli. Bilmirəm bu fikrim nə dərəcədə professional futbol liqasını, yəni peşəkar futbol liqasını və oradan da Affanı maraqlandıra bilər. Bax 12 dənə komandamız var, düzdürmü? Bəli. Hardasa 25-26-cı turdan sonra bizdə 8-ci, 7-ci, hətta 6-cı yerdə, 9-cu yerdə gedən komandaların çempionata yaxşı mənada maraq edir. Bəli. Nə çempionatdakı oyuna görə hər qələbəyə İngiltərədə və ya digər ölkələrdə kimi qələbə bonusu var. Məsələn, bu oyunu udursan 10 manatın var. Məsələn, mən atıramda Şamaxıyam, 8-ci yerdəyəm, Araz Naxçıvanla oynayıram. Fərqi yoxdur, 6 tur qalıb. Nə düşürəm, nə də Avropa kuboklarına gedirəm. Demirəm, əstəğfurullah, oyun oynamıram. Amma o motivasiya yoxdur, onu demək istəyirəm. Çempionatda 12 dənə komanda var. Bu il ola bilər gecdə artıq. Mənim fikrimcə artıq gələn mövsümdən, yəni bu yox, o birisi mövsüm, üzümüzə gələn yox, o birisi. Bunu yenə də altlıq sisteminə keçmək lazımdır. Amma necə? Bir dəfə eləmişdik altlıq, yadıma gəlir. Amma o ikinci altlığın başını buraxmışdıq nə mənada?
İkinci altlıq motivasiya yox idi. Amma biz ilk altlığı saxlayıb, ikinci altlığın 7-ci yeri də 3, 4, 5, 6 ilə play-off oynayıb konferansa çıxmaq olsa, birinci altlıq fantastik olacaq. Hər oyun stadionda olacaq. Bəli, bəli. İkinci altlıqda da zaten 7, 8, 9-un qalmaq üçün çempionat. yox, 7, 8, 9-un xal fərqi elə də böyük olmayacaq. Bəli, bəli. 7-ci yer konferansa gedə bilər. Play-offlar var axı 3, 4, 5, 6 ilə. 9, 10, 11, 12 də qalmaq üçün çempionatda. Yəni belə deyək də Rəqabət dahadır. azarkeş tərbiyə bilərik. Azarkeşlər oyuna gələcək. Yəni mənim təklifimdir, bilmirəm nə dərəcədə faydalı ola bilər. Çünki mən bildiyim qədər Belçika modeli deyirlər, Hollandiya modeli. Bəli. Yəni mənim fikrimcə bu modeldə pis olmaz. Yəni mən belə fikirləşirəm. İlkin Əliyev sizə modeli təqdim etdi. Nə dərəcədə razı olarlar, bəli. Konsaltinqdir də. Məsləhət. Bəli. Sabah, çempion Sabahın belə deyək, bir sürətli başladı transferlərə. Bir ara, bir həftənin içində 2-3 oyuncu. Hal-hazırda bir sakit rejimdədir, belə deyək. Təlim məşq toplanışında da Avstriyada məşqlərini davam etdirir və maçına da az qalıb. 16-dır. Bəli, bir 2 həftə qalıb təxminən. Sabah barəsində və Sabah üçün hansı mövqeyə transfer bu gün şərtlərində çox önəmlidir? O gün vurguladığımız gibi zaten Sabah biz elə o gün danışanda elədiyi transferlər eləyib. Mərkəz müdafiəsi 2 dənə orta demişliyi var. Winger və hücumçu lazım idi. İndi xəbərlərdə eşitdim ki, Onyekuru ilə maraqlanırlar. Amma Əsla. mən elə özüm biznesədir. Əsla. Xroniki zədəsi var onun. Artıq biz o stadiyanı keçmişik ki, ada fikir verək. Bax, Azərbaycanda nə qədər Adrian Pit o vaxt Lənkəranın vaxtına gəldi. Romada oynamış futbolçu. Bəli. Düz Adrian Pit də gəldi, burada da qəşəng oynadı. Yaxşı oynadı, bəli. Amma artıq müasir futbol, bax, adı yoxdur. Məsəl üçün, yenə də gedir, dünya çempionatına gedir. Bax, Norveç millisinə baxırsan, bir sistem var. Yəni, orada Bodo Glimt'in sistemidir. Yəni, Qarabağ Azərbaycan üçün bu saat nədirsə, Bodo Glimt də Norveçin odur. Amma Norveçin futbolsan tək-tək götürəndə, tək-tək. Yəni, bəzi Crystal Palace-da oynayanı var, indi Hollanda Odegaard saymıram. Bəzi futbolçular atıram Bodo Glimt'də. Onlar Bodo Glimt'dən başqa kluba gələndə oynaya bilmirlər. Çünki sistemi futbolçulardır. Bəli. Və baş məşqçi Norveçin baş məşqçisi o sistemi burada yaradır. İndi Hollanda nə sistem? Yəni Hollanda dünyanın güclü hücumçularından biridir. O sistemə oturur. Bəli. Belə deyək. Sabahda məsələn Onyekuru'nu ya Allahla danışanda Onyekuru'nun nəticələrini götürəndə Sabah onu almamalıdır. Onyekuru'nu Sabah alırsa, mənim fikrimcə sadəcə Galatasaray ora adına görə alır. Amma artıq Çempionlar Liqasında oynayırsan, yəni mənim fikrimcə o pul xərclənirsə, Onyekuru mən Azərbaycana gəlirsə, balaca pula gəlməyəcək. Adam Galatasarayda oynayıb orada, burada. Bazarda yenə deyirəm, o qədər gözəl futbolçular. Əlbəttə. Baxın, Skandinav modelini deyirəm. Baş məşqçilərindən tutmuş, yəni cavanlaşma gedir. Sistem, hər bir komandanın sistemi var. Alınan transferin yenə deyirəm də açması var. Məsələn, bax Qarabağa qayıdırıq da. Elədindən 7 dənə, 8 dənə transferin ikisi tutmayanda bu normal bir şeydir. Əlbəttə. Futbolçu da gəldi, bilmirsən indi olur məsələn ailəvi problemləri olur. Bəlkə də məşqçi də demir onu. Başqa bir səbəblər olur. Gəlir məsələn Azərbaycana başqa yaxşı mənada bir mədəniyyət görür. Halbuki Azərbaycan yenə deyirəm, Bakı, yəni Azərbaycan özü ilə Bakıda indi qalırlar deyə Bakını deyirəm. Dünyanın ən təhlükəsiz şəhəridir. Yəni ürəyin axşam saat 2-də çıxıb tək gəzə bilərsən. Çox rahat. Amma ola bilər də indi mədəniyyət fərqliliyi ola bilər, örgəşə bilməz. 2 dənə futbolçu pis çıxırsa normaldır. 6 dənə. Amma indi Sabahdan gətirəm də o sözü. Onyekuru'nu alıb, Onyekuru futbola doymuş adamdır. Artıq doyub futboldan. Əlbəttə. Yəni Sekidika da gəlmişdi də bura. Yəni Sekidik burada gəldi, nə fərqli yaratdı. Heç bir şey. Sadəcə olaraq təcrübəsi hesabına oynayırdı. Bəli. Belfadili almışdı da Sabah yadıma gəlir. Yəni mən Murad Musayevə baxıram. Sonra Belfadilin gəlməyinə baxıram. Sonra özümə maraqlı gəlir ki, Murad Musayev Belfadilini necə seçib. Yəni başa düşdün nə idi məsələn? Çünki adam gedir Krasnodardan, bilir Rusiya. Sonra fikirləşirsən ki, bəlkə də Belfadili məsələn Murad Musayev sadəcə olaraq xala xətir qalmasın deyə seçib. Yəni ki, kimsə xahiş eləyib, belə deyək. Xahişlər olur burada da çox. Yəni əfsuslar olsun. Yəni belə bir problemlər var. Mən yenə deyirəm, bax məsələn indi o İsveçrəli futbolçu görəcəksən, bəlkə də qismət olsun növbəti verilişdə qonaq çağırsan mən yenə də o futbolçunu mən özüm də sənə təqdim edəcəm və deyəcəm ki, bax etsin, bu futbolçunu biz Azərbaycanda hansısa bir kluba təklif etsək. Mən demirəm, amma ora götürübsə deməli güclüdür. Ən azından məbləği deyin. Məbləğ free agent kimi gəlir. Məvacibi? Məvacib belə bir şeydir ki, o klubdan oyunçu arasında. Bir şeydir. Yəni məvacibi
Mən hətta İli yarım milyon olar. mən belə deyim də, bu verilişdən sonra kameraları söndürək. Mənim yenə də hüququm çatmır ki, sənə futbolçunun məvadini izləyim. Bu FIFA agenti olaraq. Bəli. Çünki Amma deyirlər axı. o deyirlər yəni, zaten bizim futbolun yaxşı mənalı burada ümumiləşdirmir. Əlbəttə. Burada bəzi. Yox, bildim. Bizim futbol dostluq üzərində qurulmağı böyük bir problemdir əslində. Aha, bəli, bəli. Bilirsən, bax mən həmişə demişəm də Azərbaycanda Qarabağın, Nefsini, yaxşı da Sabahı, Turanı, Zirəni qoyaq da qırağa. Mən inanmıram ki, o gün məsələn uğurlar olsun Azər müəllimə. Mən onu belə deyək, ad olaraq tanıyırdım. Azərbaycan Məmmədoğlu. Hə, Kəpəzin yeni baş məşqçisi. Qismət oldu, görüşdüm. Aha. Yəni o insana mən çox böyük uğurlar arzu edirəm Kəpəz futbol klubunda. İşi çox çətindir amma. Yəni işi çox çətindir. Çünki kənar müdaxilələr çox. Amma ən əsası o insan möhtəşəm bir abır sahibidir və iş görmək istəyir. Və Allahın izni ilə mən çox özünə də dedim, çox istəyirəm ki, siz o istədiklərinizi meydançada göstərə biləsiniz. Və inanıram ki, Kəpəz rəhbərliyi də verdiyi bu inamı mövsümün ortasında da yəni davam edəcəklər. Bu dediyim söhbətə qayıdırıq. Yəni Azərbaycan futbolunun ən böyük problemi dostluq üzərində. Məsələn mən harasa bilmirəm də yenə deyirəm, bu ümumi gedmir ha. Baş məşqçi gedirəm, Elçin mənim dostumdur. Yəni Elçinə mən nəsə verməliyəm. Ya köməkçi məşqçi, ya akademiya və o yerə qayıdıram da o Kəpəzə. Mən inanmıram ki, Kəpəzdə olan şərait Sampdoria-da, Qaqrada, Lokomotiv Tbilisidə yoxdur da onlarda da o şəraitdə. Amma necə olur ki, onların futbolçuları gedirlər xaricə. Aha. Bax, bir dənə də ekskluziv xəbər verirəm. Ver, bir çıxır səndən xəbərlər. Yerli futbolçularımızdan birinin də biz xarici artıq transferini demək olar bitirmişik. Rüfət Abdullahzadəni deyirsən, Yəni İsrail klubuna. Hə, bu arada deyim onu sizə, əziz tamaşaçılar. O mənə gəlib o informasiya. Bəli. Mənə o informasiya gəlib. Yəni Rüfət Abdullahzadə bilir ki, icarəyə özdə gedir. Bilirəm ki, 1 illik icarə, düzdürmü? Bizdə olur o xəbərlər, gəlir bizə. Tam sən bilirəm, sən bildiyimi mən bilirəm. Bəli, Kiryat Şimona klubuna. Yəni Şimona klubuna 1 illik icarə yollandı. Bunu da ekskluziv olaraq buradan açıqlayım. Oyunçu agenti Əsadov Pro agentliyi olsa da futbolçunun, amma mən buradan ekskluziv sizə Futbol Ofisi TV-dən açıqlayıram. Rüfət Abdullahzadə Kiryat Şimona klubuna, İsrail Super Liqasına transfer olunub. İcarə müddəti 1 illikdir. İnkar elə görüm necə edirsən? Yox, inkar eləmirəm. Sadəcə tam sən bilirəm, bilmirdim. Ay sən indi burada məsələn mən çox sevindim. Bura səmimi ortamdır. Yəni mən onu deyəcəydim. O səmimiyyətin gücüdür ki, sağ olsun bizi izləyən, yəni belə deyə tam İlk verilişdə də çox möhtəşəm rəylər var. Rəylərə baxıb çox sevindim. Yalan deməyəcəm, orada dostlanışlar var. Mən bilirsən ki, burada səmimi ortamdır. Yəni dostlanışlar da yazılıb, amma doğrudan tanımadığım qardaşlar da var idi. Allah hamısından razı olsun. Bəli, sağ olsun. Yəni xoş sözlər yazılıb, məni sevindirdi və bu gün bura gəlməyimə bir motivasiya verdilər. Bəli, Rüfət getdi. Yəni yenə deyirəm, bizim əsas məqsədimiz bax, biz bu işə girmişik sevgi ora. Təbii ki, pul da qazanmalıyıq. Pul da qazanırıq. Amma ən əsas məqsəd doğrudan inan tam səmimiyyətimə Azərbaycan futboluna xidmətdir. Yəni bu gün Rüfətin getməyi Sabahsun Ayxan müəllimin futbolçu seçiminə böyük bir təsir verir. Əlbəttə. Yəni Rüfət Sabahsun gedib Kiryatda, İsraildə yaxşı nəticə göstərsə, yaxşı performans göstərəndən sonra və inanıram ki, eləyəcək onu. Özü ilə danışmışıq. Özü də motivasiyalıdır. Ayxan müəllimin ən azından seçimi daha da artacaq. Əlbəttə. Çünki yenə deyirəm, biz o stereotipi dağıtmaq istəyirik ki, Azərbaycanlı futbolçu xaricə gedə bilməz. Necə gedmir? Gedir. Necə lazımdır da gedir. Sadəcə yenə deyirəm, biraz Azərbaycan futbolunda akademiyalara, yəni biz necə baxmalıyıq? Mən 33 yaşım var, 34 olacaq. Allah can sağlığı versin. Təşəkkür edirəm. Mən 33 ildir belə deyəndə eşidirəm ki, Azərbaycan futbolunda hamımız danışır ki, uşaq futbolunda problem var. Amma birimiz də çıxıb uşaq futbolundakı problem, yəni 33 ildən niyə həll eləmirik, danışmırıq. Yenə deyirəm, sadəcə olaraq həll eləmək üçün sadəcə olaraq o uşaqları sevmək lazımdır, tam səmimi deyirəm. Yəni uşaqlara biz necə yəni minnət qoymamaq lazımdır. Yəni sən mənim futbol klubumda oynayırsansa, mən eləmişəm. Yəni o eləyirsə, belə deyək, təmsil edir futbol klubunun formasını geyinir və onun adını qaldırır. Onlara o şəraiti yaratmaq. Məsələn, biz Maludanı danışırıq da Sabahdan, düzdürmü? Bəli. Bütün Azərbaycan olaraq Maludanı gəldi Sabahda. Bəs yaxşı, niyə biz Maluda kimi futbolçu yetişdirmirik? Bizə niyə yetişdirməyəcək?
bizim akademiyaya gələn baş məşqçiyə, məsəl üçün də əvəzlər deyir. Bu əvəzlər nəyə lazımdır? Hollandiya, Belçika modelindən var. Olmazmı ki, əvəzlərdən gəl, bu il onları bizdə ikinci divizion vardı, üçüncü. Bəli, bəli. İkinci diviziona buraxaq. 4 dənə komandanı buraxaq birinci diviziona, ilk 4 Bəli, diviziona. bəli. Qalan yerdəki 3. O uşaqlar 18 yaşlı futbolçu nə vaxta qədər 18 yaşlı futbolçuya qədər oynasın. Əlbəttə. Amma onu burax Perv diviziona, Birinci liqaya. Birinci liqa. O adam gəlsin bir dənə məsəl üçün də oranın ağsaqqalları var da belə deyək də. Əlbəttə. Onlarla bir dənə başa-baş qalxanda bir dənə korpus, bir dənə sözün yaxşı mənasında dirsək dəyəndən sonra o da böyüyəcək futbolçu. Əlbəttə. Yoxsa biz əvəzlərə Təcrübə biz necə baxırıq, adı var ki, əvəzizlər və əvəzlərə gələn, 19-a gələn, 17-yə gələn məşqçilərə məsəl üçün heç kim demir ki, futbolçu, hamı deyir nəticə. Məsələn, mövsümün axırı prezident gəlir oturur, klubun prezidenti. Açır məsəl üçün. Falan X klubda əvəzlər 3-cü yer, 19 5-ci yer, 17 8-ci yer. Halbuki o 17 8-ci yeri tutsa da o 19-a 10 dənə futbolçu yetişdirib. Bəli. Amma nəticə 8-i deyə istefa. Bu da problemdir də. Yəni zaten burada o nəticə əsasən aşağı yaş qruplarındakı komandalarda nəticəyə baxılmamalıdır. Əsas oradan yetişdirdiyin oluşa baş məşqçidə Maluda kimi futbolçu yetişdirə bilmir. Bilsən niyə? O gəlir, o da evinə çörək aparaq. Bəli. O da insandır. O gəlir üzr istəyirəm. Futbolçuya deyir ki, risk eləmə. Adam alladma. Ayağına düşdü, cərimə meydançasına asma elə. Ayağına düşdü yanındakı futbolçuya pas at. Futbolçu da risk eləməyə qorxur. Yəni bilir ki, bir dəfə alladmaq istəsə, allada bilməsə, baş məşqçi məcbur onu ehtiyat oyunçularına psixoloji şey yaranır onda. Yəni əslində yenə deyirəm, çox uzağa getmək lazımdır. Azərbaycan futbolunun problemi uşaq futbolu. Bir dənə budur. Yəni ay stadion açılma, yəni Gürcüstanda bəyəm 7000 dənə stadion var. Yenə deyirəm, bu saat Azərbaycan çempionatında bu il 12-ci yeri tutan Karvanı bu heyətlə buraxsaydıq Gürcüstan çempionatına ən azından 6-cı yeri tutasaydı, 5-ci yeri. Yəni bu saat Avrokuboklarda bizim birinci, ikinci mərhələdə ən çox istədiyim Zirəyə düşdü də Torpedo. Bəli. Yəni bizim ən çox arzuladığımız rəqiblərdən biri də artıq Gürcüstan futbolu. Bəli. Millini qoyuram da qıraq ayrı bir levellər olar, yəni möhtəşəm iş görürlər. Amma Gürcüstan futbolunda yenə deyirəm, o səviyyəni götürəndə. Aydın məsələdir. Ya sadəcə olaraq aşağı yaş qruplarında nəticəni silməliyik. Məşqçilərə yenə deyirəm də hədə qorxu gəlməməliyik. Yəni nəticə verməsən çıxacaqsan. Yəni sən get başqası gələcək, məşqçi işləyə başqasının adını çəkirlər yanındakı. Sən getsən falan kəs gəlir, hazırdadır. Əlbəttə, qorxu kimi yaran. Yəni deyirəm, valla çox uzağa getmək lazımdır. Mən həmişə demişəm Azərbaycan futbolu üçün üzr istəyirəm. Buyur. Bir dənə qəşəng söz var, ni futbolun adamlar. Aha. Yəni bizə ni futbolun da, yəni amma baxırsan futbola aidiyyəti olmayan. Futbola aidiyyəti özləri ni futbolun da belə çox möhtəşəm sözdür. Ni futbolun adam kimi, yəni futbola aidiyyəti olmayan adamlar kimi. Amma baxırsan ki, yaxşı, yəni var da futbola aidiyyəti olub iş görən insanlar, onlar qoyduqda qırağa yaxşı mənada. Onlar sağ olsunlar ki, var ki, bu satışımız Azərbaycan futbolu var. Axı futbola aidiyyəti olan adamlar nə ediblər ki, Azərbaycan futbolu üçün? Nə ediblər ki? Bəli. Bu özlüyündə böyük bir müzakirə predmetidir. Bəli. Biz qaydaq transferlərə, ürəyin doluymuş sənin ilkin. Yəni bununla bağlı növbəti verilişimizdə dəvət edəcəm səni. Həftəlik protokolda bu barədə geniş müzakirə eləyərik. Turan Tovuz transferində, yəni bilirik ki, o kluba bir neçə oyunçu da siz təklif eləmisiniz. Sambo söhbətini eləmişdik keçən verilişdə. Və eyni zamanda İmişlidən də danışaq. İmişli gözlənilmədən bildiyim qədərilə sizin təklif etdiyiniz İspaniyalı mütəxəssisi qəbul etmədi. Onun yerinə yerli mütəxəssisi seçdi. Fərid Namazov. Bəli, Fərid bəyi seçdi və bununla bağlı nə deyə bilərsən ümumi? Mən əslində yəni İmişli futbol klubu bizim təklif etdiyimiz baş məşqçini seçməyibsə, artıq indi seçdikləri seçim səhvdir deyə demərəm heç vaxt. Niyə? Çünki bax mən özüm də gəncəm, agent kimi də gəncəm. 2-3 ildir də belə deyək. Məsələn mənə elə İmişli futbol klubu özü şərait yaradıb ki, mən özümü göstərə bilmişəm. Yəni transfer edilmişəm. Niyə də ki Fərid müəllimə şans verilməsin? Mən şəxsən sevinirəm Fərid Namazovun. Yəni və inanıram ki, Fərid Namazov bu verilən şansdan faydalanacaq. Yəni Fəridin belə deyək də məsələn Elgizin Şafadan getməyi. Məsələn Elgiz özünü göstərmək şansı var. İndi öz aralarında, yəni klubdan daxili bir məsələdə girişmirəm. Əlbəttə. Yəni Elgiz o şansdan məhrum oldu. Amma Fəridə o şans verildi. Nə etdik? Bəli. Və Fərid artıq mənim fikrimcə bir dəfə hansısa bir futbolçu demişdi, Qurban müəllim qaydanda
təyyarədə hamı yatırdı, Qurban müəllim oyunu analiz edir. Bilmirəm hansı bir oyun haqqında bir futbolçu demişdi. Referi vasitəsilə referdə danışmışdım. Yəni oyunu məğlub olmuşlar, Qurban müəllim oyunu analiz edirdi. Yəni Fərid Namazovun da o yolun yolçusu olmağını diləyirəm. Aha, bəli. Yəni belə deyək də 10 turdan sonra, 15 turdan sonra məsələsində yəni Fərid Namazov Göndərilməsi gündəmdə olmasın da, belə deyək. Azərbaycanda necə idi? Fərid Namazov gəlinəcək. Məsələn, bir baş məşqçi buradan çıxır. 3 aydan sonra başqa bir məşqçi çıxanda bu buradan getir ora. Yəni Yer dəyişmə. Yer dəyişmə də bu realdır, amma gənclərə şans vermirdi. Bax indi Fərid gəncdir. Bəli, Sevinməliyik buna. əlbəttə. Fərid bəlkə gələcək imişini alt. Məsələn, Kaskeli gəldi 8-ci, 9-8-də tutdu. Kəpəz, Qəbələ, Karvan, bəli, 9-cu yer. Bəlkə Fərid gəlib 6-cı yer tutacaq. Ola bilər. Yenə deyirəm, Fəridin bu şansıdır və Fərid Uğurlar dağıla diləyirəm, bilər ki, əlbəttə. Fərid uğur qazansa, sabahın başqa klub rəhbərliyi də baxacaq ki, gənclərə şans vermək lazımdır. Amma Fərid eləməz. Zığır atsın da, Amma belə Fərid deyək. eləməsə onu, məsələn, oca deyəcəklər ki, elə biz elə düz eləyirdik. Yəni Bəli, görürsən bəli, ki, gəncə bəli, şans bəli, vermək bəli, olmaz. bəli. Yəni Fəridin əsli bu saat böyük bir məsuliyyəti var. Bəli, bəli. Çox Məsuliyyətin düzgün. altına giribdi. Turan Tovuz. Turan Tovuz, bax, mən yenə deyirəm, Qurban verdiyi böyük məşqçidir. Amma mən həmişə demişəm, məşqçi dəyişkən olmalıdır. Məsələn, bax, qayıtıq Jose Mourinho söhbətinə də. İndi Reala qayıdıb da, bilmirəm necə olacaq, amma Jose Mourinho artıq düşüncələri köhnəlib. Ferguson, adam 40 ilə yaxın Manchester. Bəli, bəli, Adam bəli. hər dövrə uyğun özünü Bəli, dəyişdi. bəli. Hər dövrə uyğun. Qurban verdiyimi mən həmişə demişəm, özlüyümdə deyirəm ki, deyirəm, məsələn, Qurban verdiyimin 2004-cü ildə bir oyuna qarşı analizinə bax. Məsələn, Rubin Kazan atıramda Lokomotiv Moskva oyununa bax. Bəli. Və gələn turda Tovuza qarşı oynayırsan. O Lokomotiv Moskva ilə oyuna bax, analiz elə. Sən Turana qarşı bu oyunda çıxacaqsan meydana. Çünki adamın standart bir futbolu vardı. Mən belə fikirləşirəm, amma yanıla bilərəm, mənim subyektiv fikrimdir. Qurban Berdiyev mənim fikrimcə Turan Tovuz futbol klubuna xərclənən vəsaitin qarşılığında Avrokuboka vəsiqə qazandılar. Bəli. Getmədilər indi orada. Əfsuslar olsun ki, getmədilər, çünki onların haqqı idi. Mən bilmirəm 8 il bundan qabaq, 9 il bundan qabaq, orada tərəflər. Amma Tovuz bu saat xərclənən vəsaitin hesab. Mən Turan Tovuz mənim fikrimcə bu il konferans liqasına geçsəydi, maksimum 2 mərhələ keçə bilərdi. Onun da səbəbi yenə deyirəm Qurban Berdiyevin oynatdığı futbol. Başa düşdüm. Amma bu saat Tovuz yenə deyirəm də, mən inanıram Allah gözə gələn Turan Tovuz həm Avrokuboklara vəsiqə qazanır və həm də Avrokuboklara gedəcəklər. Mən çox inanıram ona. Amma yenə deyirəm, mənim fikrimcə bax, mən xarici futbol məşqçilərin tez-tez adını çəkirəm, səbəb var da. Bax, Fabregas gəlib Komaya da. Yəni fikir ver Komaya. İtaliyada adam gəldi, Komanı qaldırdı 4-cü pilləyə. Yəni bu bir sənət əsəridir. Yəni bir məşqçinin gördüyü bir işdir. Bəli, bəli. Yəni Baturina, Nikopaz, yəni Baturina Dinamo Zagreb'dən alırsan, Nikopaz Real'ın beysindən alırsan, ora hücumçular alırsan, Celta Vigo'nun zamenindən oyuncu, ehtiyat oyuncular alırsan. Yəni sən bu futbolçularla gəlirsən İtaliya kimi 4-cü yer tutursan. Bu bir sənət əsəridir. Yəni mənim fikrimcə bu vəsaitin qarşılığında yenə deyirəm, elə bir məşqçi gətirmək lazım. Az bir məşqçi. Az. Yəni elə bir məşqçi gətirməlisən ki, o adam dönsün ki, Buradan yüksəlsin. məsələn biz imişliyə deyirsən, məşqçi təklifinə 11-ci bizə sual bilsən nə olur? Komanda otun üstündə məşq edir yoxsa yox? Otun üstündə məşq edirsə gəlirəm. Yəni adam işini sevir. Deyir otun üstündə məşq edirlər. Biz ona başlamışıq da stadionlarda belə şeylər var, ora problemlər. Deyir yox, otun üstündə məşq eləmirlərsə gəlmirəm. Bəlkə bu çox önəmli detaldır özləri. O baxımdan Tovuzu yenə deyirəm, bu mövsüm uğurlar. Amma bir şey nəzərə almaq. Bax, Neftçi Vermidov, Sabahdır, Qarabağdır, Zirə, Rəşad müəllim əslində keçən mövsümə qismən bu mövsüm, yəni önümə keçən mövsüm daha fərqli futbol oynatdı və istədiyini ala bilmədi. Məsələn, Kubok oyununda da Sabaha qarşı da Bəli. çox möhtəşəm başlamışlar. Eren Aydındır da. Bəli. Yəni bax o da Vermidov kimi onu gizlin 9 nömrə kimi oynadırdı və effekt də verirdi. Yəni mənim fikrimcə Rəşad müəllim orada elədiyi dəyişikliklərdə çox tələsdi. Mənim fikrimdir o. Və ona görə də Sabah uduzdular. Çünki çox möhtəşəm başlamışlar oyuna və mənim fikrim, mən elə bir fikirləşdim ki, zirə udacaq oyunu. Amma belə deyək, əvəz etmələr düz olmadı və Dambrauskas da onun elədiyi əvəz etmələrin qarşısında elə bir əvəz etmələr elədi ki, o effekti aldı. Yəni Tovuz üçün bu il Avrokuboklara getmək daha çətin olacaq. Yenə deyirəm, səbəb də ki, yenə deyirəm də Qurban Berdiyevin oyunu təhlil etmək mənim fikrimcə yəni asandır. Başa düşürəm, dahi bir insandır o. Əlbəttə. Kimsə deyə bilər ki,
Qurban bir fikir bildirir. Nə fikir Yox, bildirmək, yox. fikir bildirə bilərik. Bu bir subyektiv. Tək ki Qurban Berdiyev gəlsin mövsümün sonunda Azərbaycan çempionu olsun. Əlbəttə, əlbəttə. Və mən də deyim ki, hə, bax burada səhv eləmişəm və bunu artıq özümdə inkişaf elətdirim ki, bu elədiyim baxış səhv idi. Oldu. Əlavə nəsə deyəcəyim varmı? Əlavə hər bir futbol, əslində Avrokuboklar özü yəni çempionatın başlamağına az qalıb. İnanıram ki, komandalarımız çox belə deyə də uğurlu transferlər edəcəklər. Uğurlu transferlərdən də əlavə futbola baxışda belə deyə sağlam olmalıdır. Sağlam dediyim nə? Peşəkar olmalıdır. Peşəkar olandan sonra mən həmişə demişəm, Azərbaycan futbolunda elə dövlətin ayırdığı vəsaitlə də mübariz, möhtəşəm komanda qurmaq olar və bunun əyani sübutu Şamaxı Futbol Klubudur. Bəli, strategiya ilə. Bəli, bax Şamaxı Futbol Klubu mən nəyi bəyənirəm? Məsələn, hər şeyləri peşəkardır. Məsələn, futbol satırsan, bir də görsən adını çəkirəm, Kamran mənim. Yazır İlkin. Məsələn, biz winger mövqeyinə oyuncumuzu aldım. Siz mənə bu futbolçuları təklif eləmişdiniz. Buna görə sizə təşəkkür edirəm. Mən artıq winger mövqeyini oyuncum almışam. Yəni insana konkret. Yəni özün ora transfer eləməsən də olunan transferə sevinirsən ki, Əlbəttə. bu insan Ora ən düşünülmüş. azından sənə qarşı hörmət və sənin göndərdiyin onsları hansısa bir Excelə yazıb. Olub, yəni deyirəm, bax problem nədir Azərbaycan futbolunda? Yəni deyirəm, futbolçunu göndərirsən, sonra görürsən ki, o futbolçu başqa bir vasitə ilə gəlir o kluba. Bax belə bir problemlərimiz var. Futbol klublarımızdan xahiş edirəm, ona çox ciddi riayət edən klublarımız var. Səhv, yenə deyirəm, insana məxsus bir şeydir. Bəli, Səhv olmalıdır ki, peşəkarlaşaq. O səhvləri qoyuram qırağa. Səhv olur. O səhvdən sonra hətta klub gəlir, onun kompromis bir mövqeyini tapır. Yenə deyirəm, buradan klublarımıza səslənirəm ki, yəni xahiş edirəm nə baxımdan. İnanın ki, bir futbolçu ilə danışmaq, yəni 15 dəqiqənin işi deyil də. Aydın məsələdir. Saatlarla vaxt ayırırsan və sonda seçilməməyini qoyuram. Qoy seçilməsin. Bu da bizə dərsdir. Məsələn, seçilmir, ondan yaxşısını tapırsan. Bu saat Azərbaycan futbol klubunda 3 dənə futbolçu, bu saat 3 dənə fərqli klubla bizim futbolçumuz ən azından short listədir. Əlbəttə. Yəni baxılıb, bəyənilib, seçilmək şansı var. Biz də çalışırıq. Gözlənilir. Mən aslında bax sənin verişin vasitəsilə deyirəm. Biz futbolçunu atanda heç bir klub, şükürlər olsun, bütün klublarda görülür. Çalışırıq futbolçunun bütün, hətta pasportuna qədər göndəririk. Yəni baxın, biz futbolçu ilə rahat danışırıq. Ən az agenti ilə danışırıq. Məbləği qoyuruq. Olur, məsələn, klub çıxır futbolçuya ki, məsələn, göndərdiyimiz futbolçuya 15 gündən sonra çıxır və futbolçu 15 gün ərzində başqa bir təklif gəlib gedib ora. O normal bir şeydir. Əlbəttə. Olar, amma biz çalışırıq o peşəkarlığı qoruyaq və klublardan da xahiş edirəm ki, tək biz yox ha. Bizdən əlavə məsələn də, yəni biz Azərbaycanda bizim dostlarımız Golden Seven. Onlar da əziyyət çəkirlər. Bilirəm onların da futbol seçimi çox yaxşıdır. Buradan onlara da salamlayıram. Və Kaspiyan Futbol Ajansı məmuru Skausun xidməti Samir Gilir. Mən bilirəm ki, bir futbolçu nə qədər əziyyət çəkirlər. Ən azından bir futbolçu göndəriləndə Azərbaycanlı agentdən bir Excel-mi deyim, bir sistemi deyim yaradılsın. Məsələn, bu futbolçu ilkindən gəlib. Sabah gün baş məşqçi bəyənəndə artıq qasa-qasa düşməsinlər ki, futbolçunu görəsən bizə kim göndər? Çünki bazar balacadır. Mənim kimi inan etsin. O futbolçunu, məsələn, bir futbolçunu Sepasın adını çəkmişik də. Sepasın mən də atıram Qarabağa. 15 dəqiqədən sonra sən də atırsan. Başa düşdün? Sən də agentsən, mən də agentəm. Əlbəttə. Baxmısan, bəyənmisən. O 15 dəqiqə böyük bir şeydir. Müddətdir. Haqqa girməkdir. Yəni bir dənə diqqətsizlik, mənim atdığım, mənim danışığım getdi. Məsələn, mən futbolçuyla danışmıram, sən agentiylə. Aydın məsələ. Futbolçular azdı, agentdə 2 dənə kanaldır da, ayrı-ayrı kanaldır. Yəni bir dənə deyəcək və bütün klublarımıza Allahın izni ilə tək Premyer Liqa yox. Birinci divizyon bu il mənim fikrimcə çox möhtəşəm olacaq. Transferlərə baxıram, yəni maraqlı transferlər. Mübarizə olacaq və ikinci divizyon bütün klublarımıza vurulur. Dərin təşəkkürümü bildirirəm sənə. Əziz dostlar, Futbol FC TV izləyiciləri, sizdən də xahişimiz var. Kanalımıza abunə olun, izlədiyiniz videoları bəyənin, paylaşın ki, daha geniş auditoriyaya gedib çata bilsin. Yeni buraxılışlarda görüşmək ümidi ilə hələlik deyirəm. Hələlik.